İmam Zaman adına Xilas Fondu sosial cəhətdən həssas ailələrə dəstək layihələrini davam etdirir. Bu dəfə fond tərəfindən Marneuli şəhərinin 26 May küçəsində yaşayan ehtiyaclı dərzi qadına dəstək məqsədi ilə 1500 lari dəyərində tikiş maşını hədiyyə edilib. Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə. Əziz və hörmətli dostlar, bugün xeyriyyə bir iş üçün buradayıq. Nəzərinizə çatdırayım ki, Həzrəti Məhdi əleyhissalamın adına olan Xilas Fondu bugün bir möminə bacımız üçün bir tikiş maşını alıb hədiyyə edir. İnşallah bu iş uğurlu və davamlı olsun. Bütün fondun üzvlərinə dərin minnətdarlığımızı bildiririk ki, belə bir gözəl işdə qardaşlara dəstək olursunuz. Allah inşallah qəbul eləsin. Allah verilən fondları, olunan ehsanları öz dərgahında ali dərəcədə qəbul eləsin. Bu Xilas Fondunun 3-cü ictimai bir işidir ki, inşallah ümid edirik, davamı da gələcək. Təbii ki, siz qardaşların gözəl dəstəyinin nəticəsində. Allah hər birinizdən razı olsun. Fonddan bildirilib ki, yaxın həftələrdə daha 2 sosial cəhətdən həssas şəxs məşğulluqla təmin olunacaq. Onlar üçün lazım olan avadanlıqlar artıq sifariş edilib. Qeyd edək ki, 2024-cü ilin aprel ayında təsis olunan İmam Zaman adına Xilas Fondu fəaliyyətə başladığı gündən sosial dəstəyə ehtiyacı olan ailələrin məşğulluq və gəlir imkanlarını artırmağa yönəlmiş layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə daha öncə bir ehtiyaclı ailəyə 12.500 lari dəyərində 3 iri buynuzlu və 3 xırda buynuzlu heyvan, Qızıl Hacılı kəndində yaşayan başqa bir ailəyə isə 7.000 dollar dəyərində Ford Fusion markalı avtomobil hədiyyə olunub ki, həmin ailə taksi xidməti göstərərək dolanışığını təmin edə bilsin. Fondun əsas məqsədi az təminatlı ailələri yoxsulluqdan çıxarmaq, onların həyat şəraitini yaxşılaşdırmaq və uzun müddətli inkişafı təmin edən dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Fonda üzv olmaq və dəstək göstərmək istəyən şəxslər 568 00 00 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.